Herbaflora'nın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi başladı. Ləzzət axtarışının növbəti bölümündəyik. Qarınqulu Aygün də yanımdadır. Yollanırıq çox gözəl bir məkana, çox gözəl bir bölgəyə. Zaqatalanın Cımcımaq kəndi var. Çox çətin yollarla gedəcəyik deyilənə görə. Marağı ondadır, elə marağı ondadır. Mən qorxuram. Mən üzə bilirəm. Sən nə edəcəksən? Mən üzə bilirəm. Ay qız, o suya düşsək biz həmin dəqiqə donarıq. Abisə də nələr yeyəcəyik? Qəşəng yeməklər hazırlayıblar bizim üçün. Özümüzə də doğrudan maraqlı gəldi ki, ən uzqar bir kəndə gedək Zaqatalanın. Zaqatala doğrudan çox gözəl şəhərdir. Möhtəşəmdir, möhtəşəm. Amma bir dənə bir şey var ki, hamur xörəkləri çoxdur burada, hə. Hamur xörəkləri çoxdur. Gedirik Cımcımağa, ləzzət axtarışındayıq. Gördüyün bu pajor oldu. Ver, sola ver. Soğan, can. Keç yavaş. Maşını gözlə qabaqdan. Sən gördük. Aa, bu maşınla gedəcəyik. Eşən. Çay keçə bilərik. Nə tərsiz? Sağ olun. Keyfiniz əhvalınız, yaxşısınız? Sizin maşına gedəcəyik. Bəli, bu maşınla. Ha, aparacaq bu. Aparar inşallah. Şey görək də. Bizimki getməz ora. Yox, getməz. Belə maşına girəm. Özdə tam əmin deyiləmir ha. Aparar inşallah. Çayı keçə biləcəyik. Ora ən çox desə Uralla gedirlər axı. Ural, salam, Ural. Ural, Uvaz. Bizi Boğaz adı ilə ağladı. Uralın deyəsən saatları ayrıdır da, başqa saatlar Yox, deyil. Ural elə bir ki, səhər 8-də kənddən çıxır Cimcimaqdan, 3-də bazardan çıxır. Gündə bir marşrutdur da bizdə. Uralla gedirlər. Amma Uralın saatı bizə uyğun gəlmədi. Çünki Ural saat 8-də Cimcimaqdan çıxır. Saat 3-də də ora gedir. Onun üçün biz qardaşla Biz bu gələcəyik. eləsil adrenalin yaşayacağıq. Oo, çaydan keçəcəyik, nə mi dərə-təpə. Onda elə maşında saxlayaq obamızın qabağında. Burada saxlayın. Saxlayaq obanın qabağında. Şu obadan bir-iki dənə. Ən etibarlı yer. Oba! 3 dəqiqə gözləsəydim bir-iki dənə şey alardım obadan. Bazarlığımızı eləyək. Obadan Endirimlərə bax. gedək Cımcımağa. Gedək Cımcımağa. Mən üzə bilirəm, sən nə eynəyəsən o çayda mən bilmirəm. Görəcəm, gedək. Ay çaydan keçir ya. Buna bax. Aygün qorxuram, Aygün. Aygün qorxuram. Qardaş sən keçə biləsən özün. İnşallah keçəcək, Allah qoysa. Oza əmin sən keçəcəksən. Keçərik inşallah. Sən oğlum bu qabağa bax. Dey qardaş. Ayda. Bax inan ürəyim düşdü. Elə bildim qaldıq ortalıqda. Nə olur? Aygün. Belə həyəcanla yeyib içməyə gedərlər. Bax onu öyle deyiblər də. Qarın başa bəladır, bəla.
Gecə qayıtmaq olar bura. Olar, niyə olmur ki? Gecə sən yadda saxlayırsan buranı. Adam amma kənddə yaşayıram axı, cimcimaqlıyam. Ha, cımcımaqlısan. Ha. Burası şəhərdə yaşayıram. Abi gecə bu nəsə bir heyvanzat çıxmaz adamın qabağına, bu aydan maydan. Heyvan ola bilər, o təbiətdir, hoş ola bilər. Buna ürək dirək də verdi bizə qardaş. Qəşəng yerlər keçir ya. Düzdür ya ki. Şeylə deyə adrenalindir, adrenalin. Salam dost, necəsən? Xəbərdə yox? Bura hansı kənddir? Cimcimaq. Gəldik, çatdıq. Ha, çatdıq. Çox sağ ol qardaş. Gəldik, çatdıq cımcımağa. Düşə. O Asim bizdən qabaq düşüb. Ki, bura toyuq keçir. Necəsiz? Sağ olun. Keyfiniz əhval Siz necədir? gələsiniz. Çox sağ olun, var olasın, minnətdarıq. Salam, necəsiz? Salamun aleyküm. Çox sağ olun, xoş gününüzə gələcəm. Hoş gəlmisiniz. Siz gələsiz. Siz sağ olasınız. Niyə gecikdiniz? Nə bilim, cımcımaq yolları. Və Çətin idi. Görürsünüz necə çətin şəraitdə yaşayırıq. Amma gözəl yaşayırsınız. Amma gözəldir ya, Amma təbii. gözəldir. Təbiəti gözəldir. Bəh, gözəlliyə bax, dağlara bax, meşələrə bax. Ləzzət axtarışında Zaqatalanın ən ucqar kəndlərindən biri olan Cımcımaq kəndindəyik. Ay ya, sən adın nədir? Xanım. Xanım, Xanım. ona görə özü də xanım kimi bir qızdır. Sənin adın nədir? Aysun. Aysu, sənin adın nədir? Ayan. Ayan, Aysu, xanım. O gözəl xanımdır. Ha, niyə utandı? Həm, bunlar nədir belə? Quru ətdir. Ha, quru ətdir. Ətdir. Bunlar buğa düzən sühürlü edirik biz bu quru ətdən. Saxoların qədimi nə idi bu yeməkləri? Siz elə özünüz də elə Mən özümdə çaxıram, hə. çaxırsınız. Hə. Gözəl. Biz bunu dolduran deyirik, həm də quru ətdir. Amma bu. siz bunun içinə ət qoyursunuz. Aha, ət Siz qoyuruq. başqa demək dekabrdan başlayırsınız Bəli, bunu bəli, hazırlamağa, qışda kəsirik. qışlıq. Qışlıq deyir. Bu qışda kəsirsiniz nə vaxt başlayırsınız yeməyə? Bir ay, bir 10-15 gündən Gözlürsün, quruyur bu, hə. fevraldan başlayırsınız yeməyə. Yox, dekabrdan başlayırıq. 15 Dekabrdan. gündə quruyur bu. Amma bağırsağa bükürsüz siz əti. Əti bükürük. Hə, biz, hə. İçin doldururuq. İncinavur deyirik. İncina Nə deyirsiniz? İncinavur. 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 İncina. Aha, bu çaxur dilindədir. Çaxor dili incinavur Çaxor. deyirik. Aha, dediyiniz bu yeməklər də elə çaxur mətbəxinə aiddir də. Həm zakat alanda, həm də çaxorların yeməklər, qədimi yeməklərdir. Bu günləri onda biz çaxur mətbəxindən buğa düzən yeyəcəyik. Buğa düzən. Sülhüllü də o da çaxura aiddir. O da. Sühürlü, buğa Aha. düzən. Bu Aha. qısı. Hə, Buğa düzən. buğadır. Bir də çolpalı nə? Dələ. Dələ, Hə, çolpalı dələ. çolpalı dələ. Hə, çolpalı dələ. O çolpalı dələ hansı? Bildiyimiz o dələ var meşədə yaşayır. Hə, O. ondan deyil bu. Xoruzdur. Hə, təmizləmiş. Xuruz. Buranın təbiəti möhtəşəmdir. Bir dənə gözəlliyə buranın baxın. təbiətə Bir dənə bura düşək. baxın. Gəl Bir dənə buradan bax. gözəlliyə baxın. Ay Dağa bax, maşallah. dağa, Dağ, meşələr. Bu gözəllikdə yaşamaq bilirsiniz nə deməkdir? Heç olub Bizim o- kənddə orada hamam dərə deyən nə var? Hamam dərə. Dərə var, orada müalicəvi su var. Hamam dərə? Hə. Getmək asandır. Orada yox, çətindir Çətin. yolu. Gəl. Yayda bütün hamı gəlir müalicəyə ora. Salam əleykum. Qızmaya qarşı. Salam əleykum. Kimdir? Xoş Ağsaqqal gəlmisiniz. kimdir? Gəlin, gəlin. Qonşumuz da Novruz müəllim. Salam əleykum Noruz müəllim. Necəsiz? Sizi canlı görməyimə çox şadam. Əlfirəm sizi. Həqiqi arzumdaydı sizi görüm deyə. Allah sizi var Mənim eləsin. də, bizim də. Sağ ol. Allah razı olsun. Baxırıq sizin verilişə, izləyirik sizi, sevə-sevə izləyirik. Çox sağ olun. Göz qismət necə oldu? Həqiqi canlı görüm, da şükür Allah büyünə qismət oldu. Qismət oldu. Görsən hə? bəs elə demək bir şey gərək ürəkdən istəyəsən. Ha. Birinci nədən başlayırıq? Əti qoyuruq suyun içinə, bişsin Qaynasın. bu, yaxşı qaynasın. Ondan sonra başlayırıq xörəyimizə. Aha, inşallah. Bir dənə bir şey soracağım. Belə Sor. diqqətimi çəkdi. Bu arxada yazılıb orada cımcımaq. Baxın. Nə qəşəngdir. Cımcımaq
kəndinin yəqin ki vaxtı ikən bu istifadədə olmuş avtobus olub. Amma indi onun təkərləri bu vəziyyətdədir. Bu maşının başına nə gəldi belə Bu ki, maşın daha istifadə işlədi, xeyli işlədi. Xarab İndi bu oldu. çaylaq Hə, yolu, hə, maşın da xarabdır. Bu çaylaq yollarında ömrü bitdi. ömür bitmədi. Ha. Hələ ki Sular işləyir, o çox bir olur. başqa maşın Ay, işləyir. O qədər çox olur. Bu Ay, ay, gəlmə mümkün Yox, bu olmur. maşına nə su biz siz necə balaca maşınla keçmişik. Bu maşın suda batarmı? Yox, daha adam aparıb gətirib. Hər gün gəlib gəlib bax bu. Bizdə yazda elə sular olur, heç Ural maşınlar gedib gələ bilmirlər. Bələtər ərzaq gətirirsiniz o Əvvəlcə bu mərkəzdən. maşınlarla gətirdik. İndi sağ olsun bunu Çətinliklə işlədən kişi gətirir. getdi bir başqa əlavə bir maşın bundan da böyükünü Bəs gətirdi. sizin həyətdə niyə dayanıb bu? Bu qayatan maşınında. Hə. Ha, Qaynata sürürdü mən marşrutda, qayıtam, o həyətdə yer olmadığı üçün gətirib Bura burada gətirmişik saxlayırsınız. Hə? Nətər yanır ha. Bəh, bəh, bəh. Suya bax, suya bax, suya bax. Bəh, bəh, Nə varsan? bəh, 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 bəh. Hə? Niyəcəm, birazdan ağır yeməklərə gedəcəyik. İçirəm mirfazini və salam. Gəl keyfim gəl, nə ürəyin istəyir yeyə bilərsən bundan Amma sonra. sən canın qədrini bilirsən ha. Bəh, bəh, bəh. Canım Amma necə çox Canım deyəndə istəyir. ki, valla Allah köməkləri olsun Herbafloran. Bu cür məhsullar çıxardandan sonra bizim canımız dincəldi də. İçir o çaydan, düzəldir özünü, sonra başlayır yeməyə. Onu öyle baba elə ağrı qalada yürsən. Ruhum, beynim dincəlir. Daha təzyiq problemim yoxdur. Yaş öz sözün deyir, daha təzyiq problemim yoxdur. Yəni sənə. Herbafloradan sizin də hədiyyələriniz var. Bəh, bəh. Buna bax. Under the silver moonlight, we're swinging side by side. Təbiətin qoynunda. Hələ bu gözəlliyə bax. Körradı gözəlliyi. Təbii Bu niyə bayım? bitki çayı Herbaflora. Mirfazin çayı. There we're feeling captivated. The velvet voices of the men blend so sweetly in the air. Their deep baritone harmonies are chorus beyond compare. Gültəki xanım, Bəli. bu təmiz baldır. Bəli, cimcimaqda elə belə bal yoxdur. Özümüzün təbii baldır, cökə balımızdır. Kim ürəyi istəsə yeyə bilər. Təmiz baldır. bal. Deyirlər ki, şəkəri qaldırmır. Bu düzdür. Bəli, düzdür. Bir dənə bala baxın. Bu cımcımaqda böyüyən arıların balıdır. Yapışıb. Dəhşət gözəl. Bir də bunun dadına baxma ha. Yeməklər bişir yavaş-yavaş. Bax, Bax. qaldır bax mənə onun içinə. Oy 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 oy. Bu nədir? Sühürlüyə şorbamızdır, quru ətlə. Hə, sülhülün üstünə qoyulacaq. Bəli. Bu hansıdır? O da çorbadır. Oy Allah. Xoruz dələ. Xoruz dələ. Özdə buna var. Odun peçinin üstündə bişir. Vay vay vay. İndi bunun dadını təsəvvür eləyin də. Birinci hansına baxacaq dadına? Ətin qısa. Ətin qırsa. Buna bax, bəh, 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 bəh. Götür çiğ. Gözəllik budur, dad. Vallahi bu adam da yiyər ya. Bilirsən, çiğ xəmirdən Canımsın bu adam da yiyər. Bu çiğ Çiğ yiyirsən. hamurdan ötürü aşağı. Ürəyim qırır. Çiğ xəmiri üstə qoydu, əti yedi. Le 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 le. Şəkər bura böyrü kimi. Balaca şəkər burada elə bilir. Elə ona oxşayır. Oxşuyur. Aa, yapışdı. Girs.
Belə bir şey Bakılılar da eləyir. Düzdür, biz yemişik deyəsən Bakıda, Balaxanda. Gürzə. Gürzə. Belə gürzədir. Ha, başını açıq qoyanı gürzə olur. Başını açıq. Buranı açıq qoyuruq, bu iki hissəni. Aha. Onda gürzə olur. Belə eləyəni gürzə olur. Ha. Nə qəşəng. Bir dənə o açıb bağlama söhbətində girs, gürzə. Bu da başqa cürədir. Bu qulağa oxşur. Bu nasıl belə qulaq? Gəldik, bunu qoyduq bura. Aha! Nə tərciyən? Gəlir misin yanınıza? Aysa, oturun belə sizdə. Ah, qəşəng. Bu yemək məşhur yeməkdir. Bunu Bakıda da bişirirlər. Başqa zonalarımıza da bişirirlər. Bu da onun tomatıdır. Qızların. Çaxurlar da bir fərqli cür bişirirlər. İndi dadını yeyib biləcəyik. Qızlar, başlayın. Siz tez-tez yeyirsiniz, mama tez-tez bişirirsiniz bundan. Ha? Bişirir. Ay Allah. Ha, göstərin hələ əmiyə necə yeyirlər. Deyir ki, biz tomatla yemirik. Yox, Ha? tomatla yemirsiniz. Tomat vurmursunuz siz. Yağ da vurmursunuz. Ha, zoğal turşusu ilə. Zoğal turşusu. Əzgi turşusu, zoğal turşusu nə olan da yeyir, olmayan da elə yeyirlər. Mən amma bundan beləsini eləyəcəm. Aha. Dadıdır. Biz tomatla baxacağım dadına. Qatıq tökməyək. Tökülür. Qatıq da tök. Çaxurların qırsı. Qırs? Qırs. Bu tomatın özü nədir hem dadı? Qatıq söktüm. Tomatla yiyin xoşunuza gələcək. Hı? Gəlməyəcək? Tomatla yiyin, tomatla. Oy oy oy. Necədir? Müthiş. Ha? Müthiş. Mənim amma deyim ki, bu tomatla xoşuma Bu gəldi. çox xoşuma gəldi. Qatıq da töksən qəşəng olacaq. Doğrudan. Hiss elirsən bu ağır deyil. Yüngül ha. Hə, daha rahatdır. Kələmdən bir dənə üstünə Oyruqlara gəldi. qəşəng qoyublar. Şəv-şəv. İnan deyim ki, bax belə gözəl təbiətdə, bax belə nəsə bir dənə bax gözəlliyə bax, gözəlliyə bax. Yəni belə bir dənə gözəl yerdə inandırım səni, yəni pendir çörək də bal kimi gedər. Heç nə yox ha. Pendir, üstünə yağ çay, çörək. Bu qəşəngdir, mən bunu çox bəyəndim. Həm də xəmiri çox nazikdir. Biraz qalın olanda Yumuşaqdır. Balakəndə olanda avar xingəli idi. Dadlıydı, amma xəmiri çox qalın idi. Tez doyurdu adam. Bəh-bəh, sürgüllü. Bu elə ona oxşayır bayaqkına biraz. Yo, bu fərqli yeməkdir. Bayaqki içində ət var idi. Ət. Bunun üstüne şorba Bu quru ətdir, daha cətdir. Oo, bəh, bəh. Bəh, bəh. Buna görüntü, buna görüntüydü. Buna görüntüydü. O, bəs qara-qaralar nanədir, nədir o?
Kebab otu. Qurudulmuş Kebab otu. Kebab otu. Kebab otu. Kebab otu. Kebab Bəli. otu. Biz bunu quruduruq, yaşıl olur. Aha. Qışda bunlardan istifadə. Çünki bizdə satılan yeri, marketlərimiz olmadığına görə quru Aa. kebab otundan. Kebab otu. Reyhanı qurturuq, keşnişdi onu Hər qurturuq şey biz. quruduruq. Hər şey qurturuq, qışa hazır. Quru ətlə olan xörəkləri tutduq biz. Deməli, bu xəmirin yanında həm də Şorba. kartoşka var. Gördün yemək daha nə demək? Bəh, 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 bəh. Bəh. Bəh, bəh, cımcımaxa gedəxmi, sürhüllü yeyəxmi? Cımcımaxa gedəxmi, sürhüldən yeyəxmi? Bunun yeyiliş qaydası var da, hə? Qoxusu necə gözəl gəlir. Bundan sarımsaqdan tökə bilərsən. Bu nədir bibi? Sarımsaqdır. Sarımsaq sos, Hə. yağla. Yox, şorba ilə. Şorbası. Hə, sürhüllünün suyunu. Elə bir tökürsən suyunu, balaca belə bir qaba, sonra sarımsağı da qatırsan, olur sos. Bir qoxlayım bax. Necə dadlı görsənir. Amma Necə gözəl görüntüsü görsənir. möhtəşəmdir də. Bundan dediniz ki, mən də əlavə edeyim, hə? Olar. Sarımsaqlı şorbadır. Sarımsaqlı şorba. Mən biraz sarımsaq yiyənəm. İndi arada olur çəkiliş yapılana gedəndə. da, yolda biz yemirəm. yerə başqa maşını tutaq. Niyə? Sarımsaqın iyisinlə sən. Sən də yiy də. Yadımdan Hamınız yesə heç nə olmayacaq. yaxşı bax. Hamı yesə heç Hamı yesin, hə. Hamı yesə. Və yoldaşlar da yesə. Ya hamımız yesə. Uşaqlar mən yeyirəm ha sarımsaq. Nuş olsun. Ada öz bilərsiniz. İndi kim yer yer. Bu gözəllikdə, bu nə bax ya, buna bax. Burada adam gözləyər ki, yox bunu yeməyim, onu yeməyim. Burada hər Hər şey şey yeməlidir. təbiidir, yeməlidir, bəli. Bir də nuş eləyək. Demək qatıq da vururlar. Biz qatıq yox. Biz də yeyirik. Bu Bunu məzə üçün qoy. elə belə Yəni arada istəyən yeyə bilər. Amma bu xörəklə sarımsaq şorba. burada maraqlı bir sən nədir? Xəmir, kartoşka, Ət. ət. Bax, 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 qax. Qaxacı belə ayırırsan. İçində sarımsaq. Qaxacı, qaxacı. Ha. Çox qəşəngdir. Çox dadlıdır qızlar. Əllərinizə sağlıq. Çox dadlı bişirmisiniz ha. Çox dadlı bişirmisiniz. Gəl, Vallahi billahi. Bax. Kartof öz həyətinizdə becərilib. Əti qaxacı. Hə. Kartof dağ kartofudur dediniz. Bəli, dağ kartofudur. Öz həyətinizdə, hə? Öz həyətimizdə becəririk biz onu. Bir dənə un alırıq biz nədən? Obadan almışıq unu. Aha. Çörək bişirirsiniz Bəli, qəşəng. çörək bişiririk, yemək bişiririk, xörəklər bişiririk biz bundan. Qalan şey hər şey özümüzün məhsuludur. Bu de obadan alınan onun sürhüllüsüdür da. Bəli, Xəmir yoğrulub qəşəng. Sonra açılıb, qəşəng sürhüllü hazırlanıb. Məndə əslində adətdir. Özüm həmişə yemək yeyəndə gözüm başqalarının qablarında olur. Bunu çörəklə də yemək olur da. Şorbanı yemək olur. Burada xəmir var, kartoşka var. Bunun çörəklə də yeyirsin, dadlı Mən olur. çörəyə baxdırım, Şorbanı suyunu yeyə ayrıca bilərəm. yemək olur da. Şorbanı ayrıca belə bişirib biz yeyirik. Bax, burada supu var da, şorbası. Çörəyi belə baxdırıram buna, belə qəşəng yeyirəm də. Nə var ki burada, bax. Bu ət çox qəşəngdir ya. Hə, bu ət dadlıdır. Ət çox qəşəng, çox dadlıdır. Çox xoşuma gəldi. Bizim qaxacı. Bu da malın belindəndir. Beli ətindən, hə? Bu nədir? Bu nə yeməkdir lan? Bəyəndiniz yeməyi? Sürhüllü super. Möhtəşəm. Hələ mən
Buğa düzəni gözləyirəm, görüm onun dadı necədir. Onda zəhmət olmasa durun qabları yuyun. Boğa düzənə qablarımız yoxdur. Qabları yox. Bəli, Qabları yox. bəli. Bura tök, ortaya tök. Bir tikə yemək yedi, bir ləyən qab yutuzdururlar mənə. Nə şey olar? Ay, yaxşı. O hangi yüzü vasitələri bizdən var idi? Yoxsa bir avrolar nə? Yenə sağ olsun baba. Mən də bu qabdan başqa heç nə yuyandırım ha. Bu gözcü kimi. Taş, kağıt, makas. Nə oynuyorsunuz? Taş, kağıt, makas. Baxma lan, bir də oynayın hələ. Taş, kağıt, makas. Aha, 14 nəfər oynama olmur. Olur. Mən də oynayayım da onu da. Necə edeyim? Əlimdə... Taş, kağıt, makas. Nə oldu? Biz biri, sen sıfırsan. Mən sıfır. Buna qonaqpərvərlikdir. Yem yemək hazırdır. Yarpaq xəngəl deyirik biz buna. Siz də eləmi deyirsiniz, nə deyirsiniz bilmirəm. Onun da toyuğu. Hə, bu bibim eləyir. Hə, buna da toyuq tökəcək. Ay pipi qan xoruz, Gözləri mərcan xoruz, sən nə tezdən durursan, qışqırıb anlayırsan. Ay xoruz. qoymurdun yatmağa, qoydum səni tavaya, vururam səni bədənə, oy, ay canım əsdən xoruz. Nədir bu, xoruz dələ? Xoruz dələdir, xoruz ətidir çünki, xoruz kəsilibdir. Fərqana xanım, dediniz ki, özdə bizim çaxurların ən sevdiyi yeməkdir indi bu xoruz dələ. Bəli. Ən sevilən yeməklərindəndir, ha? İndi hazırlanan var, mən onu səbirsizliklə gözləyirəm, ha, bu buğa düzən. O da xəmirdir. Bu da xəmirdir. O da xəmirdir. Oba sağ olsun. Oba sağ olsun. Unumuzu göndərib bizə bişirir. Bişirin. Buğa düzən də xəmirdir. Xəmir. Bu gün, yəni, abat xəmir yemiş ya. Eşirsən? Yox. Yaxşıdır. Sən yemə, mən onları yeyərəm. Yiyəcəm ya. Mən bunun dadına baxmayayım, belə şey olur. Qoy bir dənə də bu zaddan biraz üstünə töküm. Loğman yeyirsən? Bu da xəngəldir, bax. Xoruz dələ. Hə. Aslında özünki azlıq mı eləyir? Özünki nə idi ha? Sən köpürsən, kökəlsən. Mən sənə kömək edirəm. Və mən burada nə üçünəm? Yardımcı gəlmişəm ki, sən ən azından sağlamlığını qoruyum. Ki, Dedi ya. sən qısulmasan, bu burada qalıb. Hayır. Özümə nə gəlib itəmirsən? İt aparan olsun, götür. İstəmə, götür yiyin. Mən bunun kimi qarınqulu görməmişdim. Burada qaldı. Sənlə qonaq getmək zat bir səndədir. Ay gün.
Bunu görəsin. Çox dadlıdır. O Ustalovada oturan o dayılar olur, elə otururlar. Valla bizim evdə xoruz əti bişirir. Mən əsla xoruz əti yemirəm də heç vaxt. Cımcımaqdan bu gözəl təbiətdə böyümüş xoruz dələ. Çipa. Ceyranım, Hey, hey. bizi gördüsü Ceyranım, ceyranım, anam çakna içi. Çakna içi. Ceyranım, anam çakna içi. Ceyranım, ceyranım, Bəh, bəh, bəh. anam çakna içi. Bravo, bravo, bravo. Ceyranım, hani senin eskereceğim. Ceyranım, ceyranım, hani senin eskereceğim. Sağ salamat bak havalim. Ceyranım, ceyranım, hani senin eskere sağ salamat havalim. Bəh, 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 bəh. Ceyranım, Bravo. yanami Çakna içi. Hey, hey, hey. Ceyranım. Bravo, eşq olsun, eşq olsun. Eşq olsun, eşq olsun. Ləzgiz ediyor çaxır. Hoca. Ondan da gözəl malı nənələrimiz, ondan da gözəl sözlərlə deyib, prosta biz burada belə tələsirik deyə yadımıza düşmür. Amma yox, üsluq var, oxuya bilirsiniz. Maşallah olsun, əla idi, super idi. Xınayaqlara gedib. Xınayaqlara aparmaq lazımdır. Və kənddə toy bayram olanda burada yoxdur sizin özünüzün müğənniləri. O vaxtı özümüzün yoxdur. İndi biz gedirik Zaqatalada, orada saraylarda eləyirik toy. Amma o vaxtı ondan 15 il qabaq burada eləyirdi həyətdə. Həyət yanı toy eləyir. Palatka toylarını toy eləyirdiniz. Maraqlı olurdu, el adətləri var bizim. 3 gün çalınır bizim toylar. Oy maşallah, 3 gün. Özdə yemək, içmək bol-boluna da, elə belə də yox. Bax, toylarınızda da bu xəmir yeməklər olur. Bəli, yox. Üzlaşçılarda biz Üzlaşçılarda həmin eləyirik. törəkləri üzlaşçılarda eləyir. Məsələn 2-3 dənə dana kəsən olur toylarda. Ət çox olur. Bol toy olur. Maşallah. Həmişə ruzunuz, bərəkətiniz bol olsun. Bu gün bizi də möhtəşəm qarşıladınız. Hələ bizim buğa düzən yeməyimiz var ha. O hələ qalıb. Onu axırda yeyəcəyik. Amma hamının da mərak etdiyi bir dəm ki odur. Çaxurların sevimli yeməyi. Buğa düzən. Qədimi yeməklərdir bu. Buğa düzən. Buğa düzən. İndi ona yeyəcək. Amma ondan qabaq bir dənə soruşmaq istəyirəm sizdən. Siz ailəlikcə, yəni özünüz və yaxud da ki yoldaşınız bazarı hardan edirsiniz? Xahiş edirəm. Bravo! Oba market burada Cımcımaqda var yoxsa düşürsə aşağı? Muxaqda var, Zaqatalada var, Dağlı kəndində var Oba market. Maşallah var da, görsən. Mən deyirəm də bütün dağlarda, Kənd, şəhər. Yəni hər fərqi yoxdur şəhəri kəndi. Yoxdur, amma rayonda Muxaq kəndindən düşəni Oba market. Oradan düşüb alırsınız. Bəli, oradan alırıq. Oba qənaətin məkanıdır. Hər cibə uyğundur. Həmişə də endirimlər olur. Elə vaxt olmur ki, orada endirim olmasın da. Yəni kampaniyalar olur. Nə bilim, tətbiqi yükləyin, ən vacib tətbiqi yükləyin ki, kəşbeklər qazanasınız. Bu ən vaciblərdən birini deyim sizə. Mütləq şəkildə. Və Obadan Aygün, nə Bizim var? sizə möhtəşəm hədiyyələrimiz var. Biz gəldik, sizə əziyyət verdik. Bizim əziyyətimizi çəkdiniz, bişirdiniz, düşürdünüz. Yedik, doyduq, qabları ən azından bulaşdırdıq, süfrələr yuyulacaq, o qədər şeylər var. Bax, elə oturduğumuz xalça yerdə sərmişik. Bunun belə ən azından bir balaca əvəzini çıxmaq istəyirik. Çünki bizim Oba Marketlər şəbəkəsi möhtəşəm yuyucu tozlarını göndərib sizə, yuyucu vasitələrini. Bu sizin. Baxın, gəlin. Çox sağ olun, çox Bu sağ olun. sizin. Həmişə var olun. İçində bax.
Hər şey var. Əlləri yumşaq eləyən, bax necə maye sabun, çox gözəl. İnan ki, bax qışdır da dərimizə heç bir zərər yetirməyəcək. Hər bir şey Çox var. gözəl, bax. Qoxusundan dayanmaq olmur da. O qədər möhtəşəm qoxusu var. Bəli. Yəni bitmək bilmir də. Yuyucu tozu hazır. Hər şey var. Bu Oba marketdən Bəli, bu idi. Oba marketdən idi. Və bizim baş sponsorumuz Herbaflora. Herbaflora, bax qızlar, hər an sizin əlinizdən tutacaq bir vasitələri var da, yəni çayları. Hə, bax bu çaylardan mütləq şəkildə bu qış boyu için. Deyirəm ki, bayaqları deyirdiniz, bir ayda xəstəxanaya getməliyəm, zamanım olmur getməyə. Heç dərman-mərmana ehtiyac yoxdur, lazım deyil. Bizim o qədər belə möhtəşəm Herbafloranın təbii vasitələri, çayları var ki, inan ki, sizdə heç bir problem qalmayacaq. Təbii vasitələrdən istifadə etmək. Bəli. Arıqlamağa qədər, həzm sistemini mükəmməlləşdirməyə qədər. İmmuniteti qaldırmaq üçün. Olsun sizdən uzaq Çox yolu gəlir, möhtəşəm. yada salar. Çox sağ olun. Çox qəşəngdir. Çox sağ olun. Onsuz da siz bu dağların qoynunda təbii Hə, vallahi. yeyib təbii qidalanırsınız. Buna görə də biz sizə təbii çaylar Bəli. gətirmişik. O da ki Herbafloradır. Bəli. Bəli. Allah razı olsun. Bir Çox sağ olun. alqış. Ceyranım, ceyranım. Ha, indi də buğa düzənin dadına baxaq. Ha, inşallah. Baxaq. Kim buğa bürcüsü? Bayaqdan buğa düzən gözləyirəm mən. Bu gün bu xəmir bizim axırımızda sazaq. Siz orada rayona çatınca? Mən ya gərək bunlar maşınla gedəndə mən piyada bunların dalınca gedəm. Ay sən parça alsın yox. Ada indi ayı ilə bir tər dil tapım ki, ay mən dəymə. Oysa deyir ki, buradakı ayının da bir xasiyyəti var ki, aparır adam bir yemir, saxlayır öz yanında. Nəhayət, əsas məsələ gələ çıxay, buğa büzənimiz düz axşama düşdük. Belə götürürsən əti ilə. Bu nə belə? Bu belə olur. Şorbasına da belə batırırsan. Bu nimsə belə olur. Çərəz nimçəsidir, 3 mərtəbə var. Allah bu qəşəngdir. Ortasına deyəm oğul. Aha. İndi bunun yemək qaydası necədir? De baba. Bax belə götürür. Ah, qoyduğum Ətdən də gözəl qoyursan qaxac ətinlə. ortasına. Ortasına. Şorbasına da batırıb yeyirsən. Nuş olsun. İndi bunu necə şorbaya Bir batırır? götürsən, əti birinci batırırsan, nə bilim, xəngəli birinci batırırsan. Biz xəngəli birinci götürürük. Tez o da ye bilsən, ye, Belə bir yemirsən, şey də. mən yeyim. O belə batırdım Hə, buna. batırdın. Xəngəlini batır. Aha. Xəngəlini batırım əti. Xəngəli. Bu birincisi əti batırdım. Hı. Tamam, indi bunu. Hı. Soğuzu dadlıdır ya. Şorbasına batırıb yeyir. Soğuzu nə ilə eləmisiniz? O ətin suyudur. Ətin suyudur, hə. Dadlı olmağına dadlıdır, amma elə bir ki dadları bir-birinə yaxındır. Qaxac ətidir. Hə, qaxaz əti. Biri elə bir ki, Birini sürhürlü bişirib. hə, sulu olur, biri quru olur. Hı. Bu buğa düzəndir, o bursu Sürhürlü. sünhünlidir. Ciyəri, Amma- xoruz dərəyidir. Bu gün bu qaxaz ətini mən necə sevdim, bu qaxaz əti. Çox möhtəşəm. Oh, bu Dad dəhşət. çox superdir. Bir dənə buna bax. Bunun gözəlliyinə bax, bir dənə bu ətin. Sən can, bu ətin gözəlliyinə bax. Onu ben onda belə şey deyəcəm, bu belə. Bax, hazır yarpağı bükürsən. Bax, bunu da o belə. Belə batır suyunu, ətini bükür. Aha. Möhtəşəmdir ya, möhtəşəm. Çox möhtəşəm, çox. Xəmir olduğunu hiss eləmirsən, bax, bax. Oh.
Əllərinizə sağlıq. Nuş olsun. Allah süfrənizi həmişə dolu eləsin. Amin. Amin. İnşallah sizin balaların toyuna gələk. Amin. Amin. Hamının balası yaxşı olsun, xoşbəxt olsun. Amin inşallah. Evli balalarımız Da olmasına. bu həyatda sizlə bu qədər xəmir yeməyi kəsdik. O çörək kəsdik demirəm də, Var. çünki hamı xəmir Hə, yeyir. xəmir yeməyi. Bu sizdən çörək kəzənmədik. Xəmir yeməyi deyildi. Xəmir xörəkləri o qədər də asan bişirilən bir şey deyil. Düzdür, asan bişirənlər də var, amma necə gəldi onu eləyirlər. Bugünkü bu göstərdiyiniz əl işləriniz ki var idi. O qədər Möhtəşəm. zövq aldıq. Yəni bir qadın olaraq, xüsusən də mətbəxi yaxşı bilən bir xanım olaraq dəhşət. çox detallara varıram da. O qədər gözəl, incə əl qabiliyyətləriniz oldu. O qədər o yeməklərinizi mükəmməl şəkildə bizə təqdim elədiniz və ən əsası bizi o qədər gözəl qarşıladınız və elə bir biz öz evimizdəyik. Bura bizim evimizdir. Sadəcə bir evimizə dəyməyə gəlmişdik. Özümüzü belə hiss elədik. Super, super. Çox sağ olun. Vallahi. Oyanda xəbər elə. Vallahi. Qapılar üzünüzə açıq. Çox sağ olun. Vallahi. Ürəyiniz istəsə gələ bilərsiniz. Çox sağ olun. Biz çoxdan istəyirdik Müşfiq müəllimlə üz-bir görüşək. Can. Belə qismət. Yəni. Bugün də qismətiymiş. Allah sizin balalarınıza toy qismət eləsin. Amin. Amin. Mütləq çağırasınız, gələcəm mən də. İnşallah. İnşallah. Allah sizi var olsun. Minnətdaram. Uşaqlar, Gələn ayaqlar var olsun. Hücum! uşaqlar. Gəlin. Getdik. Gəlin. Gəlin, gəlin. Yemirik. Yaxınlaşın. Yaxın. Ya anneniz, hamın demədim. Qaranlığa düşdük biz. Hara gittin lan? Herbafloranın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi bitdi.